Azərbaycandan Türkiyə qatarla səyahət imkanı yaxın illər üçün sıfıra bərabərdir. Mən bu yaxınlarda təxmini bir həftə əvvəl çəkiliş etmişdim və bildirmişdim ki, yaxın illər üçün Azərbaycandan Türkiyəyə qatarla səyahət mümkün olmayacaq. Olsa belə demişdim ki, qiymətlər təyyarə biletindən yüksək olacaq. Dünən bilirsiniz ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşmədən sonra açılış mərasimi keçirildi və Gürcüstanda baş tutdu bu tədbir. Həmin tədbirdə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov da iştirak edirdi və orada tədbir çərçivəsində jurnalistlara açıqlamasında həmin layihənin Bakı-Tbilisi-Qars dəmir yol layihəsinin sərnişin daşınma üçün də əvvəllər fikrin istifadə olunması üçün əvvəllər fikir olunduğu bildirdi, amma hazırda belə bir planın olmadığını qeyd etdi. Yəni bu o deməkdir ki, yaxın illər üçün Azərbaycandan Türkiyəyə qatarla sərnişin daşıma mümkün olmayacaq. Bununla belə qatarla sərnişin daşımaya böyük tələbat var. Bilirsiniz ki, bu yaxınlarda Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarı istifadəyə verilib. Yaxın deməli bir həftənin müşahidələri onu göstərir ki, qatarla sərnişin daşımaya böyük tələbat var. İndi vəziyyət bir qədər dəyişib. Əvvəlki günlərə nisbətən mən onu nəzərinizə çatdırmaq istəyirəm. Əgər düzdür, əvvəllər də Tbilisi-Bakı marşrutu üzrə bilet satışı daha çox idi Bakı-Tbilisiyə nisbətən. İndi vəziyyət biraz fərqlidir. Düzdür, üstünlük yenə də Tbilisi-Bakı marşrutu üzrədir. Amma Bakıdan da Tbilisiyə bilet deməli alışında xeyli dəyişiklik var. Yer gəlmişkən deyim ki, Azərbaycan Dəmir Yolları bu bilet satışında dinamik qiymət siyasəti həyata keçirir. Yəni bu biletin alınma tarixindən, günlərindən, biletin alınma sürətindən, yəni tələbatdan asılı olaraq qiymətlər dəyişir. Bu sistem bunu avtomatik özü tənzimləyir. Əvvəllər də Tbilisi-Bakı marşrutunda biletlərin çoxu alınmışdı. İndi demək olar ki, bir ayın biletləri yoxdur artıq Tbilisi-Bakı marşrutunda. İyun ayının biletləri tamam satılıb. İyul ayının 3-ünə kimi olan biletlər yoxdur. ADY bir ay sonranın biletini satışa çıxarır və ondan sonra yəni yalnız bir ayın biletini satışa çıxarır. Ona görə də o sistemi belə görmək olur. Yəni bir ay sonranın biletini indidən almaq mümkündür. Dediyim kimi Tbilisi-Bakı marşrutu üzrə iyun ayının bileti yoxdur. İyul ayının 3-ünə kimi alınıb. Amma Bakı-Tbilisi marşrutu üzrə sərnişin axını da var. Əgər əvvəllər ilk dəfə açılandan 1-2-3 gün sonra hər gün qatarla səyahətə bilet almaq mümkün idisə hər gün üçün, amma indi demək olar ki 5-dən 12-sinə kimi iyun ayının bilet tapmaq mümkündür. Çünki hamısı satılıb. Bu deməkdir ki, Bakıdan da Tbilisi istiqamətinə sərnişin axını artıb. Bu isə özlüyündə qiymətlərə öz təsirini göstərib. Əgər əvvəllər bəyan edildiyi kimi 80 manat, 81 manata bilet almaq mümkün idisə, indi heç 150 manata bilet tapmaq mümkün deyil. Əgər bu dinamik qiymət siyasətinə uyğun olaraq bir ay sonra üçün, səfər üçün bilet alacağımız təqdirdə minimum qiymətə almaq mümkün idisə, təxmini 80-90 manat arasında, indi dediyim kimi bir ay sonra üçün bilet alsaq belə 180 manatdan aşağı mümkün deyil. Dediyim kimi də Bakıdan deməli Tbilisi, Gürcüstan istiqamətində sərnişin axını artıb. Bu isə özlüyündə qiymətlərin yüksəlməsinə səbəb olur. Dediyim kimi indi 150 manata bilet tapmaq müşkül məsələdir. Odur ki, qatarla sərnişin daşımaya böyük tələbat var və sərnişin daşımanın daha ayrı istiqamətlər üzrə, məsələn Moskva istiqamətində və digər istiqamətlər üzrə yəqin ki açılması ehtimalına da baxılacaq bu temp nəzərə alınaraq.